Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Yeni Yasamaldan salamlayırıq sizi. Zövqlü, təmirli və təmirdən sonra yaşanılmamış tam üç otaqlı, möhtəşəm də proyekti olan bir mənzil təqdim edəcəm sizə. Mənzilin təmiri zamanı olduqca keyfiyyətli və premium inşaat materiallarından istifadə edilib. Hal-hazırda xol hissədəyik. Ümumi texniki yerləşməni izah edeyim sizə. Giriş qapımızı görməkdəsiniz. Giriş qapısından girdikdə sol hissədə belə bir tam boy, gömmə bir qardirob mebeli yığılıb. Pufiklə birlikdə, ayaqqabılıqla birlikdə. Burada mənzilin bir yataq otağı yerləşir, daha sonra ikinci yataq otağı yerləşir. Burada sanuzellər, qonaq sanuzeli, əsas sanuzel olmaq üzrə iki sanuzel yerləşir. Mətbəx və qonaq otağı yerləşməkdədir. Kvadrat ölçüyə yaxın, en və uzunluq nisbəti ideal olan bir xol hissə var. Qranit isti döşəmədir xol hissə. Olduqca gözəl dekor edilib, neoklasik tərzi var. İlk öncə başlayaq qonaq otağından. Təmir zamanı divarlarda emulsiya və ya aboylardan deyil, dekorativ boya növü olan venesiyankalardan, məxməri və qumlu teksturalardan istifadə edilib. Qonaq otağının ölçüsünü görürsünüz. Texnika parametrlərində deyim, mənzilimiz Yeni Yasamalda, Qismət Şadlıq evinin yanında, Yeni Yasamal parkının yanında yerləşir. 12 mərtəbəli binanın 5-ci mərtəbəsindədir, 120 kvadrat ölçüdədir, sənədi çıxarışdır, yəni kupça. Olduqca geniş ölçülü bir mənzildir, başqa binaların 125-130 kvadratlar ilə müqayisə edə bilərsiniz. Genişliyini görürsünüz, qonaq otağının təxminən 35 kvadrat ölçüyə yaxın bir qonaq otağı var və tam əşya planlaması həyata keçirilib. Yumşaq mebel dəstinin yerləşimi burada nəzərə alınıb və divan arxalığı olaraq da daraq, faskalı güzgülər, lepqa işləmələr, bura işıqlandırmalardan istifadə edilib. Əlavə olaraq yumşaq mebel dəstinin yerləşimi ilə üzbəüz belə bir möhtəşəm bir twistend yerləşdirilib. Olduqca böyük ölçülüdür və olduqca da gözəl yaraşıb qonaq otağına. Yenə bura işıqlandırma və daraq və orsiklo işləmələri görürsünüz. İkili lüstrdan istifadə edilib. Mərkəz lüstr və yemək masası üzəri lüstr olmaq üzrə. Yemək masası bu hissəyə rahatlıqla 8-10 nəfərlik yemək masasını rahatlıqla yerləşdirə bilərsiniz. Eninə yerləşmədən danışıram. Uzunluğa yerləşmədə isə gördüyünüz kimi istədiyiniz ölçüyə uyğun yemək masası rahatlıqla yerləşdirə bilərsiniz. İndi isə mətbəxi təqdim edəcəm sizə. Əla ölçüdə bir mətbəxi var, kifayət qədər genişdir və böyük ölçülüdə iri həcmli tam boy bir mətbəx mebeli yığılıb. Membran panellər və şüşə qapaqlardan istifadə edilərək və tam texniki planlama da həyata keçirilib burada. Belə deyək, elektrik texnikalarının yerləşimi, soyuducu, mikrovalnovka və soba yerləşimi, qab yuyan və paltar yuyan hər ikisinin yerləşimi nəzərə alınıb və olduqca zövqlü bir mətbəx mebeli çıxarılıb ortaya. Sağ tərəf yemək masası yerləşən hissə isə, mətbəx masası yerləşdirə biləcəyiniz hissə isə belə dekor edilib. Yenə daraq və faskalı güzgülərlə olduqca gözəl görüntülər çıxarılıb ortaya. Bu hissəyə rahatlıqla 4, hətta 6 nəfərlik mətbəx masası yerləşdirə bilərsiniz. Mənzilin böyük ölçülü bir balkonu var. Buranı da təqdim etmək istəyirəm sizə. 2 hissədən ibarətdir balkon. Bu gördüyünüz bir hissə və yenə daha bir geniş hissə var. Texniki balkon olaraq tərtib edilib bura və tam olaraq plastik pəncərələrlə bağlanmış vəziyyətdədir. Hər biri açıla bilir vəziyyətdədir bu pəncərələrin. Və burada əlavə olaraq kombi sistemi, kollektor sistemi və texniki otaq kimi mebellər yığıb tərtib edə bilərsiniz. Burada olduqca əlverişli bir hissə yaradılıb orada. Panoramasını da təqdim edeyim. Qarşısı açıq gün düşən bir mənzildir. İndi isə keçək sanuzellərə, yataq otaqlarına keçməzdən öncə sanuzelləri təqdim edeyim sizə. Hər iki sanuzel olduqca əla tərtib edilib. Əla tekstural qranitlər, işıqlanması ideal, keyfiyyətli bir duş kabin yerləşdirilib, kifayət qədər geniş ölçülü. Nerj bir duş kabin var, burada moydadır böyük ölçülü. Güzgüsü və bura işıqlarına qədər hər şey düşünülüb və həyata keçirilib. Olduqca gözəl tərtibatı var, mənzilin gözəl təmiri var, kifayət qədər də real bazar qiymətinə uyğun qiymət təyin edilib. Videonun sonunda vurğulayacağım. Və bu da kiçik ölçülü sanuzeli. Yəni burada da tam olaraq aksesuar yerləşimini görürsünüz. Suşulkaya qədər hər şey quraşdırılmış vəziyyətdədir.
İndi isə keçək yataq otaqlarına. Hər iki yataq otağı demək olar ki, aşağı-yuxarı eyni ölçülərə yaxındır. Qonaq otağındakı döşəmə teksturası burada da davam edir. Avropa istehsalı laminatdan istifadə edilib. Yolka tekstura da İngilis yolkası teksturasında vurulub. Yenə bu yataq otaqlarında da tam əşya planlamasını görürsünüz. TV yerləşiminə qədər, make-up yerləşiminə qədər, elektrik qutuları məhz ona görə nəzərə alınıb. Hər şey yerləşdirilib və ideal şəkildə də həyata keçirilib. Əşya planlaması, burada böyük ölçülü yataq dəstəsinin yerləşimi nəzərə alınıb. Əlavə olaraq qardirob mebeli üçün bu hissənin həm küns, həm düz olmaq üzrə, hətta qapı arxasında, hətta bu hissədə belə böyük hissə var. Qardirob mebelləri istəyinizə uyğun böyük ölçülü yerləşdirə bilərsiniz. İndi isə sonuncu yataq otağını təqdim edirəm sizə. Yenə burada da tam olaraq əşya planlaması edilib. Yataq yerləşimi burada nəzərə alınıb. TV yerləşimi, travertin işləmə, faskalı güzgü və rustikулlarla əla tərtib edilib. Kondisioner çıxışlarına qədər qoyulub. Burada isə qardirob mebeli yerləşdirə bilərsiniz. İstəyinizə uyğun böyük ölçülü, hətta yazı masası və ya iş masası da yerləşdirə bilərsiniz. Qardirob mebeli üçün həm orada yer var giriş qapısından sağda, həm də bu istiqamətdə kifayət qədər böyük ölçülü yer saxlanılır. Belə mənzili demək olar ki, təqdim elədim tam olaraq sizə. Yeni Yasamal qismət Şadlıq Sarayının yanı, Yeni Yasamal Parkının yanı, 12 mərtəbəli binanın 5-ci mərtəbəsi, 120 kvadrat ölçülü sənədi çıxarış olan super təmirli bir mənzil təqdim edirdik sizə. Mənzilimizə start olaraq təyin edilən qiymət 277.000 manatdır. Real alıcılar endirim nəzərdə tutulur. Mənzil haqqında bizdən bu qədər. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Arzuladığınız mənzillərə sahib olmanız diləyilə, hörmətlə, reklamlaş.